Rəhm elə zəif bəndə və aciz bəndə və fəqir bəndə və möhtacam o mənada yox, yazığam, acizəm, qafazı vırsınlar başıma, yox. Allah qarşısında möhtac olduğunu bilən qüdrəti ondan almağa başlayır və ən güclü, ən qüdrətli bir insana çevirir. Mən doğrudan da acizəm. Bir anın içində əlimdən hər şey çıxa bilər. Mən möhtacam, zaten sənə möhtacam. Bizim çox çətinliklərimiz bəlalardan deyil, bəlanın qorxusundandır. Qorxusundandır. Ehtimallar verir, hər şey qaydasında verir. Birdən belə olar, birdən uşağım ölər, birdən falan olar, birdən yersiz qorxu gətirir ürəyinə. Birdən mənim pulum əlimdən çıxar, 5 dənə dostun içində belə olaram. Birdən qorxularla başlayır öz həyatını çətinləşdirməyə. Niyə özü qorxudursan? Hər şey əladır, yenə də danışdıran kimi, nə bilim eyvallah. Nə bilim vallah. Ancaq bunu deyir. Görək də bir tərlə nə olur? Fikri ancaq qarşıda gələ biləcək çətinlik ehtimallarından ondan çəkilir. Və bu qorxu adamı çox günahlara salır. Hədisdə, Quranda ayə var ki, Allah sizi qorxu ilə, fəqirlik qorxusu ilə günaha salır. Fəqir birdən kasıb olarsan, hər şeyə əl at ki, pulun olsun. Heç nə yoxdur ortada. Qorxudur ki, kasıb olarsan.